Salam. Mən bu günləri Rövşən Rızayevin əməllərindən biraz danışmaq istəyirəm. Daha bəs deyil, cana yığılmışıq. Da vallahi bezdik, həqiqətən bezdik. Deməli, mən Əmirov Elşad Qəriboğlu, Kəlbəcər rayon sakini. 3 ildir Rövşən Rızayevə müraciət edirik. Məktubla da müraciət etmişik. Qaynar xətlərinə də zəng eləmişik. Plus Ellər müəllimin qəbulunda da olmuşam. Fuad müəllimin də qəbuluna yazılmışam. Bəlkə bir 50 dəfə yazılmışam. Bir dəfə çağırmayıb. Axır bu son vaxtlar Ellər müəllimin qəbulunda oldum. Ona mən yaşadığım yerin şəklində çəkdim. Çıxartdırdım, hətta telefonda deyil. Yəni çıxartdırdım da götdüm, apardım bura. Şəkili də göstərdim. Xeyr olmadı. Mənim ev müraciətimə 3 ildir ev müraciəti eləmişəm dedim. Deyir, get bir ildən zaddan sonra yəqin ki veriləcək. Ellər müəllim, mən 3 ildir gözləyirəm. Tembuldə ehtiyaclı ailəyəm mən. Yəni evlə bağlı ehtiyaclı ailəyəm. Yəni ehtiyacsız deyiləm mən. Yəni ki, deyəsən bunun evi var. Buna evi niyə verim ki? Qabaqda ehtiyaclı ailələrim var, ona verim. Onsuz da siz hələ indiyənə qədər özünüz, öz könlünüzlə ehtiyaclı ailəyə ev verməmisiniz. Ehtiyacı olmayana vermişsiniz öz könlünüzlə. Ehtiyacı olmayana, ehtiyacı olana verməmisiniz. Ehtiyacı olana jurnalistlərimiz sağ olsun. Jurnalistlərimiz çəkib, yayımlayıb, onları göstərib, elə məcburiyyət qarşısında vermişsiniz. Səs-küy çıxmasın deyə. 3 ildir müraciət edirəm. Məktub yazıram. Qaynar xəttinizə zəng edirəm. Niyə maraqlanmırsınız ki, görək, bəlkə bu qaşqının bu boyda müraciət edir, bu boyda ərizəsi şikayəti var. Yəqin ki, bunun bir ehtiyacı var ki, bu şikayət edir də. Bir buna nümayəndə ayıraq. Yerli sovetliklərimiz var. Bir nümayəndə göndərək. Görək, bu qaşqının dərdi nədir bu boyda şikayət eləməkdə. Bəlkə bu damda yaşayır, bəlkə bu çöldə yaşayır, meşədə yaşayır. Niyə eləmirsiniz? Çünki evləri rahat şəkildə satıb cibinizə qoymayasınız. Mən gəlib orada yaşayacağım. Mənə verdiyiniz ev, amma kiməsə satsaz bir 4000-5000 alarsınız. Yoxsa yalan deyirəm. Ağdərə orta kənd. Orta kənddən 30 dənə ehtiyaclı ailəyə, 20 dənə ehtiyaclı ailəyə 30 nəfər olmaz heç. 20 dənə, 15 dənə həmin ehtiyaclı ailəyə ev verərsiniz. Hamısına ehtiyacı olmayanlara vermişsiniz pulu ilə 4000-ə, 5000-ə. Mən buradan ölkəmizin prezidenti cənab İlham Əliyev cənablarına səslənirəm. Aidiyyatı olan qurumlara səslənirəm. Xahiş edirəm. Bu işə bir aydınlıq gətirilsin. Rövşən Rızayevin bu çirkin əməlləri araşdırılsın.